yeməkdir, içməkdir, halal olan şəhvətlərdir və s. Allah Azza və Cəllə sadəcə bir ay ərzində insanları bundan çəkindirir, düzdür? Bir aydır müddəti. Bir aydan sonra yenə yeyirsən, içirsən halal olanlardan. Amma haramları Allah Azza və Cəllə həm bu ayda, həm də digər aylarda qadağan eləyir. Yalan danışmaq, haram yemək, faiz yemək, qeybət etmək, böhtan atmaq, nəmmamlıq etmək, oğurluq etmək, qəsb etmək, kimisə malına göz dikmək, həsəd, paxıllıq, fahiş işlər, münkər işlər. Bunları Allah Azza və Cəllə bütün aylarda, bütün günlərdə, saatlarda qadağan eləyib. Və bu Ramazan sənə onu öyrədir ki, yəni Ramazanda sən sanki bir mədrəsədən keçirsən, bir məktəbdən, bir kursdan keçirsən, qalan o ilin o günlərini o rejimlə yaşayırsan. Və Allah Azza və Cəllə yaratdığını bilir də. Allah Azza və Cəllə yaratdığını bilir və ona gözəl bir şəkildə bax bu qaydaları qoyub. İnsan da o qaydalara riayət edəndə onun həyatı gözəlləşir, nizama düşür. Sonra faydalardan biri odur ki, qardaşlar, oruc gizli bir əməldir. Nafilə orucuğu gizlət. Birinci, dördüncü gün oruç tutmusan, çalış ki, heç kim bunu bilməsin. Aydan 3 gün tutursan, çalış ki, heç kim bunu bilməsin. Gizlət. Amma Ramazan orucunu gizlətmə, qardaş. Ramazan orucu Allah Azza və Cəllənin bütün insanlara, bütün müsəlmanlara fərz etdiyi bir ibadətdir. Müsəlmanlara xüsusi, digər insanlara da ümumi. Yəni, bütün insanlar və cinlər İslam şəriəti ilə mükəlləfdirlər. Sən fəxrlə bildirməlisən. Yəni, burada riyakarlıq yoxdur. Sən bildirməlisən ki, Ramazandır, mən orucam. Məsəl üçün, kimsə sənə çay içməyə və ya yeməyə nəsə dəvət eləyir. Deyirsən ki, mən orucam, Ramazandır. Ramazan orucudur. Mən orucam. Yəni, bunu gizlətməyə çalışma. Və elə düşünmə ki, sən desən ki, mən orucam, Ramazan orucu tuturam, sən əməlivi ifşa etmiş olursan və riyakarlığa girirsən. Xeyr, bu mütləq sənin etməli olduğun bir əməldir. Ayət əzəmətləşdirir. Bəli. Və yaxud da ki, namaz. Günorta namazın vaxtıdır. Sakitcə aradan çıxırsan ki, gedim namazımı qılım gəlim. Sakit, heç kim bilməsin. Xeyr. Deyən qardaş, günorta namazının vaxtıdır, mən namazımı qılıram. Burada riyakarlıq yoxdur. Gecə namazını gizlət. Gecə 2-də dur, namaz qıl, 3-də dur, namaz qıl, onu gizlət, heç kim bilməsin. Hətta evdə uşağın belə bilməsin. Bu gözəldir. Amma sübh namazını gizlətmə. Günorta namazını gizlətmə, əsr namazını gizlətmə. Başa düşdünüz nə demək istəyirəm? Yəni bunlar onsuz da sənə Allahın fərz etdiyi ibadətlərdir. Bunu açmalısan, əksinə dəvət etməlisən buna. Hətta sələflərdən bəziləri olurdu ki, gün aşırı oruç tuturdular. Davud Aleyhisselamın orucu. Evinə qonaq gələndə heç bir şey hiss elətdirmədən onlarla bir otururdu, yeyirdi, içirdi, yəni orucunu açırdı. Nafilə orucu açmaq olar, birisi burada bir problem yoxdur. Və sonra qonaqlar gedəndən sonra o yenə o gündəlik oruclarına davam eləyirdi. Yəni sələflər əməllərini gizlədirdilər. Hətta bəzi sələflərdən eləsi olurdu ki, bax bu cür oruç tuturdu, evdəkilər bilmirdilər onun oruç tutmağını. İşə gedərkən evdən yemək götürürdü, gedirdi, onu sədəqə olaraq yolda verirdi. Evdəkilər elə bilirdilər ki, günorta naharını eləyir da işdə. Evdən yemək götürüb gedir. İşdəkilər də elə bilirdilər ki, evdə yeyib gəlib. Yəni, nə işdəkilər bilmirdi bunun oruç tutduğunu, nə evdəkilər. Evdəkilərdən də gizlədirdi. Yəni, sələflər bu cür yaşayıb həyatlarını. Və uca Allahdan dilərəm ki, bizlərə eşitib faydalardan etsin. Allah Azza və Cəllə bizləri həqiqi oruç tutmağa müvəffəq eləsin. İxlaslı qullarından etsin. Təqvalı olmağa bizləri müvəffəq etsin. Allahümme amin. Və subhanəkə Allahümme və bihamdik. Və əşhədu ən la ilahə illə ənt əstəğfirükə və atubu ileyk.